Ermənistan vətəndaşı olan təqsirləndirilən şəxs Ruben Vardanyanın açıq keçən məhkəmə iclasında bir qrup zərər çəkmiş ilk dəfə iştirak etdiyindən hakim Zeynal Ağayev onları məhkəmənin tərkibi ilə tanış etdi, hüquq və vəzifələri barədə məlumatlandırdı. Sonra Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, Ermənistan dövlət tərəfindən aparılan təcavüzkar müharibənin gedişində çoxsaylı cinayət faktları törətmiş, cinayətkar birliyə təqsirləndirilən Ruben Vardanyan qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərər çəkmiş şəxslər ifadə verdi. Zərər çəkmiş Ülvi Süleymanov, Əzzağa Qarayev, Elşad Əhmədov, Fərid İlyaszadə, Salih Həsənov ifadələrində qeyd etdilər ki, Vətən müharibəsindən sonra Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri mütəmadi olaraq işğaldan azad edilmiş Azərbaycan Respublikasının suveren ərazilərinə müxtəlif tipli iri çaplı silahlardan atəş açaraq təxribatlar törədib. Geniş miqyaslı təxribatlardan biri Kəlbəcər, Zəngilan, Laçın və Ağdam istiqamətlərində törədilib. Həmin vaxt silahlı qüvvələrimiz düşmənin təxribatının qarşısını alaraq planlarını pozub. Təxribat zamanı əskər və zabitlərimiz yaralanıb və şəhid olub. Dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən zərər çəkmiş şəxslər bildirdilər ki, həmin vaxt Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ordusuna məxsus tip təxliyə avtomobillərini, həkimlər də hədəf alıb. Hansı ki, həmin sanitar avtomobillərin üzərində havadan və uzaq məsafədən aydın şəkildə görünən qırmızı, aypara şəkilli fərqlənmə nişanı olub. Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri döyüş mövqeyindən uzaqda yerləşən əraziləri də iri çaplı silahlardan hədəfə alıb. Zərər çəkmiş Anar Rəhimli dedi ki, Baksel Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı kimi işğaldan azad edilmiş Ağdam rayonunun 7 Xırman adlanan ərazisində mobil baza stansiyasının qurulması üçün xidməti vəzifələrini icra edərkən mülki avtomobilləri yolda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atəşinə məruz qalıb və nəticədə o xəsarətlər alıb. Zərər çəkmiş şəxslər İmran Həsənli, Həsən Əliyev, Tural Məmmədzadə, Anar Rəhimli, Cavid Mehdizadə, Əli Qismət Nuriyev, Nəriman İbrahimov, Elşən İbrahimli ifadələrində qeyd etdilər ki, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri növbəti dəfə hərbi təxribat törətdi, lakin ordumuz bu təxribatın qarşısını aldı. Zərər çəkmişlər bildirdilər ki, həmin vaxt Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin müxtəlif təyinatlı silahlardan, o cümlədən iri çaplı silahlardan, snayper tüfəngindən, mina atanlardan açdığı atəş nəticəsində yaralanıblar. Bəzi döyüş yoldaşları onların gözləri önündə şəhid olub. Düşmən məqsədinə çatmayıb. Ordumuz Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin planlarını darmadağın edib. Zərər çəkmişlər hakimlərin, dövlət ittihamını müdafiə edən prokurorların xidmət yerləri, hərbi təxribatların törədildiyi konkret ərazilər, hadisə nəticəsində yetirilmiş xəsarətlərin ağırlıq dərəcəsi və lokalizasiyası barədə suallarını cavablandırdılar. Məhkəmə iclasında zərər çəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyləri də elan olundu. Məhkəmənin növbəti iclası aprelin 22-sinə təyin olundu. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən məhkəmə prosesində Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri, o cümlədən təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini deportasiya etmə və məcburi köçürmə, işgəncə, muzdulluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə ittiham olunur. Təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.